Mənim nə haqqıma girməyib, nə haqqına girməmişəm Vəfanın. Mahnı üzərindən anlaşılmamazlıq olub, cənnətim ona da uğur verib, mənə də uğur verib. O qalmaqal, ona da sərf eləyib, mənə də sərf eləyib. Qoyduq bunu kənara. Bizim ailə ilə bağlı, söz-söhbətlə, şəxsi həyatımızla bağlı heç vaxt söz-söhbətimiz olmayıb, ola da bilməz. Onun da şəxsi həyatını müəyyən insanlar ortalığa atıblar, mənim də şəxsi həyatımda müəyyən insanlar ortalığa atıb bunu çaxnaşmaya salıblar. Bizim bu barədə söz-söhbətimiz olmayıb, ola da bilməz, əvvəldən elə olmayıb. Amma bu mahnıdır, sənətdir, bu şeylərlə bağlı başa düşürəm. Şəbnəm, səmimi cavab ver. Ürəyimə damıb ki, bir gün Şahaniyə deyəsən ki, açın o cənnətim sənin klipini, çünki əziyyət çəkibdi, özü könlünün ad günündə idi. Açın ola bilər, mənim ad günüm eləyərsə onu. Hər şey ola bilər. Mən Vəfaya görə demirəm, amma... Mən jest insanam. Mən jest eləməyi sevirəm. Mən sənə nə demək istəyirəm? O mahnı onsuz da daha aktuallığını itirib. Amma o könlünün ad günündə çəkilmiş bir balaca video rolik. Könlü xatir nə isə eləyə bilərəm, onu qoydum kənara. Könül canımdır, çox istəyirəm könlü. Könlü illərdir tanıyıram. Yəni aşa bilərsən onu. Ola bilər. Amma sözüm onadır ki, mənim Vəfa ilə heç bir ciddi bir münasibətim, ciddi bir davam olmayıb da. Sevgi var aranızda bir, belə platonik sevgi. O siz deyə çox adam bilir. Doğrudan elədi ya, siz bir-birini sevirsiniz işdən. Valla mənim heç bir aqressiyam yoxdur qadına, o xanıma bir aqressiyam yoxdur. Sadəcə bəzən düşünmədən bəzi şeylər eləyir, çəkir storylər. Sən də eləyirsən də.